Gülə bilməsəm də gülüş səsiyəm. Aya bənzəyirəm, ay olmasam da. Ağzın ləzzəti, dadı, duzuyam. Mən bir gül nəfəsli dağlar qızıyam. Əzabın önündə təslim olmayan, qürurla qol-qola gəzən arzuyam. Həqiqət uğrunda qılınc qaldıran, dəli soğuk, döyüşkən dağlar qızıyam. Ürəyim eşq dolu, sevgi həvəsli, sonalı könlümün dinən sazıyam. Sevgidən səd çəkən dörd bir yanına, hökmü möhkəm olan dağlar qızıyam. Ulduz da yarışır göylərdə bəzən, rəqabət vardısa mən də razıyam. Haqqın yer üzündə qalibim mənəm, mühürlü, imzalı dağlar qızıyam. Mühürlü, imzalı dağlar qızıyam. Salam, xoş gördük Gülnara xanım. Bugünkü sizin kitab təqdimatınızın xeyirli uğurlu olsun. Təbrik edirəm. Təşəkkür edirəm. Arzulayıram. Demək, Gülnara xanım hal-hazırda əziz izləyicilərimiz, tamaşaçılarımız qiraətçidir, şairədir və bu günləri, bu tədbir haqqında öz sözlərini bizlərə deyəcək. Buyurun, zəhmət olmasa sizi dinləyirik. Mən bu tədbiri keçirməsində yaxın dostlarım, qohumların təklifi ilə bu tədbiri keçirməyi qərarı aldım. Və bundan da ümid edirəm ki, yaxşı da bir tədbirdir, gözəl də alınacaq. Mən bu kitabı ərsə gətirməyəcə baxma, müəyyən öz duyğularımı, öz fikirlərimi burada bölüşmüşəm. Vətənə aid, anaya aid, təbiətə aid, yəni çalışdığım qədər müxtəlif mövzularda yazmağa çalışmışam. İndi mən də ümid edirəm ki, bugünkü gün tədbirimiz də gözəl alınacaq. İnşallah hər birinizə də təşəkkür edirəm. Var olun. Mən Gülnara xanımın yaxın rəfiqəsiyəm. Bir şairə kimi Gülnara xanım çox istedadlı xanımdır, gözəl şeirləri var. O hər bir sahədə şeirlər yazar. Ən çox şeirləri sevgi ait şeirlərə, insanın ruhuna oxşayır, qəlbinə oxşayır. Çox poetik duyğulu bir xanımdır. Gülnara xanımla mən yaxın rəfiq olandan bəri görürəm ki, çox insani keyfiyyətlərə malik olan bir gözəl xanımdır. Hər tərəfli, Allah can sağlığı versin. Ona mən yaradıcılığında bol-bol uğurlar arzulayıram. Sənətin zirvəsində olsun. Gülnara xanıma da bundan artıq nə deyə bilərəm? Xoşbəxtlik, səadət, sənətin zirvəsini, yaradıcılıq uğurları, yeni kitabları çıxsın, inşallah uğurları bol olsun. Çox sağ olun, mən sizə qarşılıqlı təşəkkür edirəm. Əziz və hörmətli tədbir iştirakçıları, indi isə tədbirə başlamazdan əvvəl Gülnara xanım Məhəmməd qızının video çarxına baxmağa sizləri dəvət edirik. Buyurun, daha sonra tədbirimizi davam edəcəyik. Gülnara Məhəmməd qızı 1970-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olubdur. Gədəbəyin o təmiz, saf havasında böyüyüb, boya başa çatmış, dağlarının billur çeşməli suyundan içmişdir. Təbiətin bu xoş ab-ı həvası elə Gülnara xanımın şair ruhlu olmasına səbəb olmuşdur. Gədəbəyin o gözəl, səfalı qoynunda çox gözəl, mənalı uşaqlıq illərini keçirmişdir. O kənddə orta məktəbə getmişdir. Atası müəllim olduğu üçün ona dərs demişdir. Təhsili, savadı ondan daha mükəmməl öyrənmişdir. Gülnara xanım orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Bakı 7 Sənaye Texnikumuna daxil olur. Burada çox mükəmməl, mənalı bir tələbəlik illəri keçirilir. Tələbə dostları ilə tanışlıq, onun mənəvi dünyasını daha da kütləşdirir. Həmin illərdən ara sıra şeirlər yazmağa başlayır. Ancaq şeirlərini gizli saxlayır. Məktəbi bitirdikdən sonra 1989-cu ildə ailə həyatı qurur. Öz həyat yoldaşı ilə birlikdə Rusiyaya gedirlər. Həmin illər bu şəhərdə yaşayırlar. Gülnara xanımın Ruslan, Şəhla və Arzu adında 3 övladı olur. Ancaq uzun illər gözəl, qərib ölkədə yaşamaq onun qəlbini sızladır. Qəlbi hər an vətən həsrəti ilə çırpındığı üçün ailəliklə birlikdə Bakı şəhərinə köçürlər. Öz doğma
el obasında yaşamaq Gülnarə xanımın qəlbinə sakitlik gətirir. Övladları qızı Şəhla xanım Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, oğlu Ruslan Beynəlxalq Münasibətlər fakültəsini bitirmişdir və ondan sonra Avstraliya şəhərində gedib orada yaşayırlar. Hər ikisi Azərbaycan diasporusunun üzvüdür. Qızı Şəhla xanım gözəl səsi olduğu üçün müğənni fəaliyyəti ilə məşğuldur. Kiçik qızı Arzu isə bu il sənədlərini ali məktəbə veribdir. İnşallah bu il tələbə adına layiq görüləcəkdir. Ona təhsilində uğurlar arzulayırıq. Gülnarə xanım çox poetik duyğulu, həssas qəlbə malik bir şairə xanımdır. Hər qəlbi dolanda əlinə qələm alıb öz arzu və istəyini dəftərə köçürmüşdür. Gülnarə Məhəmməd qızının Mənə Sevməyi Öyrət kitabında şeirləri çox mənalı və yadda qalan və seviləndir. İnsanı düşündürməyə sövq edən şeirlərinin duyğusallığı qəlbə incəliklə süzülür və asanlıqla yadda qalır. Gülnarə xanım əzabı önündə təslim olmayan, arzularla qol-qola gəzən, həqiqət yolunda qılınc qaldıran dəlisov, döyüşkən dağlar qızına bənzəyir. Ürəyim eşq dolu, sevgi həvəsli, sonalı könlümün dinən sazıyam. Sevgidən səda çəkən dörd bir yanına hökmü möhkəm olan dağlar qızıyam. Gülnarə xanımın sevgisi böyüyə, kiçiyə, müxtəlif olsa da hamısı sevgi adında birləşir, bütövləşir. Onun poeziya dünyasındakı sevgi anlamı böyükdür. Könül saflığında istiraflar, kövrək hisslər, duyğular, ən başlıcası isə tükənməyən, hər an yaşayan sevgi var. Bu sinəmdə içi ürək qoşadır. Sənin sevgin, səni məndə yaşadır. Nə olsun ki, ömrün yolu qoşadır. Hər şey sənlə gözəl olur, sevgilim. Seyr edəndə gəzdiyimiz yolları, qoza qaçır məhəbbətin qolları. Gül açarmış sənlə tikan kolları, hər şey sənlə gözəl olur, sevgilim. Birgə gəzsək, düzə dönər dərələr, dəniz susar, sahil bizə gəl eylər. Sənlə bir gün, bir ömrə bərabər, hər şey sənlə gözəl olur, sevgilim. Qoşa baxsaq, göy üzünə gecələr, səma gülər, ulduz gülər, ay gülər. Tək ayrılıq bizi qorxuda bilər. Hər şey sənlə gözəl olur, sevgilim. Bəli, Gülnarə Məhəmməd qızının yaradıcılıq fəaliyyəti çox şahəli bulaqları və ətrafa kölgə salır. Həyat eşqi ilə çırpınan, ürəyinin dərinliyindən süzülən sızıltılar qələminin və düşünən beyninin qüdrəti ilə lakonik, sadə dillə oxucuya çatır. Bəzən canlı müşahidələri, bəzən isə xəyalları Gülnarə xanımı rahat buraxmır. Onu qələmə sarılmağa, ağ varaqlar üzərində incə, bədii libasla əks etməyə məcbur edir. Onun poeziya dünyasının pəncərəsindəki səssiz pıçıltıları, seyri bizə başqa bir aləmin adamını tanıdır. Bəzən dolub boşalan buluda, bəzən isə yenidən doğan günəşə bənzəyir. Gülnarə xanım söz dünyasındakı bənzərsiz bədii ifadələr qəlbinin aynasını ləkəsiz göstərir. Yazdıqları ədəbi camiyənin həqiqətdən kənarda qalmır. Şair kimi imzası ilə tanınır, sevilir və seçilir. İştirakçıları
İndi isə sözü Qəşəm müəllimə, Qəşəm Nəcəfzadəyə verib. Buyurun Qəşəm müəllim. Salam əziz dostlar, mən sizin hamınızı salamlayıram. Mən istəyirəm bir balaca özümü təqdim edeyim ki, yəni, mən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Şuşa Ədəbiyyatı şöbəsinin rəhbəri, Azərbaycan Jurnalının Poeziya şöbəsinin müdürü, Azərbaycan Dövlət Televiziyasında redaktor və aparıcı, Milli Radio və Televiziya Şurasında Ekspert Şurasının sədri, əməkdar mədəniyyətçisiyəm. Və mən sizə təşəkkür edirəm ki, Günlara xanım, mənim yaşadığım rayonda belə bir kitabxananın ünvanını mənə göstərdiniz. Çox işıqlı, çox gözəl kitabxanadır. Özü çox mərkəzdədir. Mən Sabir adına kitabxanada bir yaxınlığım. Bizim kitabxanada da olmuşsunuz Qəşəm müəllim, elə bir tədbirdə bir dəfə. Onda remontdan qabaq idi. Bəlkə də indi daha gözəlləşir. Orada bir birlik var idi, onu Sabir adına kitabxanada. Yəni tanıyırsınız o kitabxanada. Bizim indi bir sayılı filialımızdır. Bunlar əməkdaşlarıdır. Orada olmuşsunuz. Oradakı dərnəyi 1919-cu ildə Cəfər Cabbarlı yaratmışdı. Söyüd Cavid olmuşdu orada, Səməd Durum olmuşdu, Sədr, Mükar Müşfiq, Almaz Yıldırım. Sonra 50-ci illərdə Bəkir Nəbiyev, Anar, Rəsul Urzan. Şəmistan müəllimi tədbiridir. Şəmistan Nəzirlinin. Bəli, Şəmistan Nəzirlinin. Deyəsən o tədbirdəki olmuşsunuz. Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Tünlük Dələkbər Salatzadə, İsa İsmailzadə, Camal Yusufzadə, ümumiyyətlə Azərbaycan ədəbiyyatının hamısı o Sabir adına kitabxanadan çıxmışdı. Bir də xatirələrindən Nüsrət Kəsəmənli mənə danışırdı ki, Qəşəm, biz burada şeirlərimizi oxuyuruq, mən gözəl şeirlər oxuyuram deyir. Xatirələrində, mən Nativan qulluğunda, yazılarında danışıb deyən danışıram. Bütün qızlar da mənə qulaq asır, hamı məni bəyənir. Harada var, harada yox, günlərin bir gün Ramiz Rövşən gəldi çıxdı. Ramiz Rövşən nə tər şeirlər oxudursa, mənim əlimə qələm düşdü və bütün oxucular onu balet elədi. Hirsini mən partlayıram deyir, Ramiz Rövşən deyir, çəkdim deyir, tinin birinə, buna bir qazaqsı kəllə vurdu. Sən harbiden gəldi çıxdı. Kitabxana kitabların anasıdır da, tədbirlər keçirilir. Çox sağ olun, rəhbərinə təşəkkür edirəm, minnətdaram. Mən bu fasilə müddətində Günlara xanımın Mənə Sevməyi Öyrət kitabını vərəqlədim, oxudum və özünün də şeirlərini internet saytlarında da oxumuşam və özü də bir dəfə şeirlərini oxuyub qulaq asmışam bir tədbirdə, Əli Yusufun tədbirində. Çox mənə maraqlı gəldi, çox oxunaqlı gəldi, intonasiyalı gəldi. Bilirsən, bu da Gədəbəydən, sazdan, o bülbül qulaqlardan, o yamaçlardan, gül və çiçəklərdən gələn bir havacaqdır, bir intonasiyadır. Mən bu şeirləri çox bəyəndim və çox təəssüflər edirəm ki, siz Azərbaycan Yazıçılar Birliyinin üzvü deyilsiniz və mən sizə söz verirəm ki, sizin Azərbaycan Yazıçılar Birliyinin qəbul olmanıza mən kömək edəcəm. Və mənə sevməyi öyrət təkcə öz həyat yoldaşına demir, bunu bütün dünya deyir. Bugün İsrail ilə İran bir-birini qırırlar. Burada uşaqlar necə sevə bilərlər? Müharibələr olmamalı ki, insanlar bir-birini sevsin. Təbiət adama sevməyi öyrədir, çay öyrədir, saz öyrədir, şeir öyrədir, körpələr öyrədir. Baxça uşaqlarının sırası sənə sevməyi öyrədir, həyatı sevməyi öyrədir və bu mənada. Və sizin şeirləriniz o ana şeiri çox gözəl şeir idi və burada bir sıra şeirləri mən qatlamışam. Var şeiri çox gözəl bir qəraylıdır. Mənim ilk kitabım yadıma düşür, əziz dostlar. Bu da ilk kitabım sizin, mən sizi təbrik edirəm. Şəbnəm xanım, mənim kitabım Yazıçı nəşriyyatı buraxıb 1985-ci ildə. Onda nəşriyyat da mətbəədə yerləşirdi Sumqayıtda. Mən də kətdə müəllim işləyirdim. Gündə də şagirdlərimə, indi mənim 50 kitabım çıxır. Gündə də şagirdlərimə deyirdim ki, mənim kitabım çıxacaq, sənə hədiyyə edəcəyim. Kənd məktəbi, gözdən könüldən uzaq. Kampo səbri də deyir ki, kitabın birində mənə verərsən, kitabım da geçkir. Kənddə belə bir cür də, belə həyat çətindir və ümidim bu kitaba.
Və televizorda getdim, çıxış elədim, hamıya dedim ki, kənddə məni verilişdə göstərəcəklər, həmin gün kənddə işıqlar sözdür. Getdim kitabımı gətirməyə Sumqayıtda. Sumqayıtda idi, qış idi, qar yağırdı. Onda 28-də tramvay işləyir. Mənə 5 dənə siqnal nüsxəsi verdilər, siqnal. Nüsxəsi verdilər ki, bəs apar, kitab sonra, çap olunandan sonra satışda onlar gedirdi də, hər yerə gedirdi. Gəldim, tez-tez baxırdım belə, baxırdım, pükünü açırdım, bükülmüşdü. Birdən nətər külə 28-də kitab əlimdən aldısa, apardı, atdı tramvayın təkərinin altına, onu da ortadan qoydu. Mən də qarın içində, suyun içində onu yığdım, gətirdim kəndə. Mən bunu kimə veririm, necə veririm, nə veririm? Qayıtma onları bir-biri yapışdırıb, elə evin bir güncə dayanıb o kitablara baxırdım. Anam deyirdi, ay baba, bu kitaba nə qədər adam baxır, gözlərin yorulur. Elə o cırıqlarına baxırdı. Mən sizi təbrik edirəm. Siz gözəl şairsiniz və bizim gözəl şairimiz siz Azərbaycanın şairisiniz və həyat yoldaşınız da burada iştirak edir. Həyat yoldaşınızın həmsolu da burada iştirak edir. Mən gözəl şair dostum Yıldırım Əlişoğlu. Mən onun şair kimi çox sevirəm. Mən hamınızı üzdən tanıyıram və Sögəracıoğulları arzulayıram və sözü yenə də bayaq mən demək minnətdarım. Mən sizə Sabah rayon mərkəzləşdirilmiş kitabxana sisteminin şöbə müdürü Şəbnəm Babaşova verirəm, tədbirimiz aparsın. Çox təşəkkür edirəm, sağ olun. Çox sağ olun, Gökhan müəllim. Günarə Məhəmməd qızının kitabının, yeni kitabının Mənə Sevməyə Öyrət təqdimatına yığışmışıq. Mən istəyirəm ki, elə Günarə xanımın sözü Günarə xanımın özünə verək, ondan başlayaq. Daha sonra isə ona ürək sözləri deyənlər, yəni ürək sözləri deyənlər olacaq, kitab haqqında danışmaq istəyənlər olacaq. Yəni, hər birinizə növbə ilə söz veriləcək. Buyurun Günarə xanım. Təşəkkür edirəm mənə söz verdiyiniz üçün. Hörmətli qonaqlar, dəyərli dostlar, tanışlar, hər birinizə ayrı-ayrı salamlayıram. Hər birinizə xoş gəlmişsiniz deyirəm. Öz qızıl vaxtlarınızı ayırın, dəyərli vaxtınızı bu poeziya aləminə, poeziya ocağına toplaşdığınız üçün hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Qarşınızda baş əyirəm, var olun, yaxşı ki varsınız. Və bu tədbiri mən üçün təşkil edən çox dəyərli Könül Duyğuları Ədəbi Məclisinin qrup rəhbəri, gözəl şairəmiz Səidə xanım Əşrəf qızına özlərini təşəkkürünü bildirirəm. Həqiqətən də çox əziyyət çəkdi. Doğrudan da öncədən hiss olunur ki, doğrudan da gözəl bir, möhtəşəm yer seçdi və bu tədbirin kesilməsindən çox böyük boy oldu, minnətdaram. Bununla bərabər bizim burada Könül Duyğuları Şairlər Ocağı qrupunun çox dəyərli, hörmətli şairləri buradadır. Onlar bir ordu halında, sülh sevər ordu halında bugün mənimlədir, çox qürurlanıram. Hər birinizə özlərim təşəkkürünü bildirirəm və bu şəraiti bizə yaradan bu kitabxanamızın rəhbəri Şəbnəm xanım, Səbinə xanımdır. Nərmin xanım. Nərmin xanım, üzr istəyirəm. Nərmin xanıma özləri... Nərmin xanım məzuniyyətdədir, direktor müavimiz Könül xanım bugün burada tədbirimizdədir. Bir də Səbinə xanım, Şərmələt Baş İdarəsinin, yəni sektor müdürü Səbinə xanımın. Səbinə. Hər birinizə özlərini təşəkkürünü bildirirəm. Öz əməkdaşlarınızla birlikdə burada əziyyət çəkmişsiniz, var olun. Və burada xüsusən olaraq bizim şəhid anamız əyləşir. Qumlu xanım, analar anası. Mən özlərini təşəkkürünü bildirirəm ki, o əziyyət çəkir. Öpürəm o yaralı qəlbinizdən, var olun, yaxşı gün gəlmişsiniz. Allah şəhid övladınıza rəhmət eləsin. Onun sayəsində bütün şəhidlərimizə Allah rəhmət eləsin deyirəm. Qazilərimizə can sağlığı versin. Ümumiyyətlə o anaların qarşısında baş əyirəm ki, onun övladları silaha sarılaraq vətən uğrunda döyüşə yollandılar. Onlar ölümün üzünə dik baxdılar. Elə qəhrəman oğullar böyüdən anaların qarşısında baş əyirəm. Həmçinin də sizin Qumlu xanım, minnətdarım, var olun. Burada bizim yaxın qohumlar, dostlar əyləşib. Onlara bir daha demək istəyirəm ki, nə gözəl ki, mən sizi bugün poeziya aləminin insanları ilə bir araya gətirmiş oldum. Bugün onların o qəlbinin, poeziya aləmi doğrudan da adından bəllidir. O başqa bir aləmdir.
o insanların öz qəlbinin necə deyim, duyğusunun, ruhunun şəklini çəkməyi bacarırlar. Onlar təbiətin pıçıltısını eşitməyi bacarırlar. Onlar Tanrının pıçıltı səsini duyurlar. Bu gün də burada çox dəyərli şairlərimiz var. Onların o gözəl bilək sözlərindən, siz də bəhrələnəcəksiniz o fikirlərindən. Və buradakı söhbət ki, getdi ki, bu faiz aləmi insanları öz duyğularının şəklini çəkə bilir, öz iç dünyasının şəklini çəkə bilir. Elə bu yerdə bir şeirim yadıma düşdü. Onları istəyirəm bunu sizlər üçün səsləndirim. Mən öz həyatımın söz rəssamıyam. Gündə 1000 boyalı əsər çəkirəm. Göyə bülən dedi qaynar eşqimi, sevgimin rəngində bəşər çəkirəm. Hərdən gəz coşuram, gəz çağlayıram, uzaq zirvələrə tor da atıram. Özümə bir dəstə gül bağlayıram, gülün sırasına da çiçək qatıram. Hərdən də kədərli anlarım olur, axan göz yaşımı tuta bilmirəm. İçim bulut kimi boşalır, dolur, itən arzuları tapa bilmirəm. Hərdən də dönürəm uşaqlığıma, gəlincik oynadır, evcik dururam. Şirin xəyalların şirinliyində zamanı əyləyib, vaxtı yoruram. Atalı dünyamı qızılı rəngdə, atasız dünyamı qara çəkirəm. Duyğular, xəyallar ayrı ahəngdə, kədərli günləri dara çəkirəm. Gah olur, fırlanır dünya başıma, ömrümün rəngi də qarışıq düşür, bilmirəm. Bilmirəm bu hardan çıxır qarşıma, hissim də, duyğum da qırışıq düşür. Ömrü bəzəyirəm öz rəngləri ilə, nə yaxşı boyalar çox yumuşarlar. Mən Gülnarəyə uğur bəxş elə, deməyim boyalar yox yumuşarlar. Deməyim boyalar yox yumuşarlar. Hər günüzə rəngli, boyalı, gözəl günlər arzulayıram. Var olun, yaxşı kimi varsınız, yaxşı gələn ayaqlarınız var olsun. Var olun. Əziz tədbir iştirakçıları, növbə ilə tədbirin reglamentinə uyğun olaraq hər birinizə söz verəcəyik. Qısa da olsa, bilirəm ki, çıxışçılar Səidə xanım dediyi kimi çıxışçılarımız çoxdur. Ona görə də hər birimizi nəzərə alaraq hamımız qısa da olsa Gülnarə xanıma ürək sözlərimizi bildirək və sözü onu da qeyd edim ki, ikinci kitabla sizin qarşınıza çıxmaq istəyirdim. Səidə xanımla bunu planlaşdırmışdıq. O vaxt belə alındı, bu günə düşdü, biraz gecikmiş oldu. İnşallah ikinci kitabımızın təqdimatında yenə burada bu gözəl məkanda sizinlə keçirək. Təşəkkür ederim. İnşallah Gülnarə xanım, təşəkkür edirik. İndi isə sözü Neft şirkətinin Abadlıq LD MC şirkətinin direktoru Tahir İskəndərov cənablarına veririk. Buyurun Tahir müəllim. Binalar tikirəm. Bu bina tikildisə belə də büdcə cəmaatımızı, xalqımızı biz tikməsək çöldə qalırlar. Mən təbrik edirəm. Gün o gün olsun da yüksəklərdə kitabların olsun, yazıçılar ittifaqının sədri olasın. Biz də baxaq kitablarından bəhrələnək. Gülnarə xanımın dayısı oğlu uzun illər Ərəbistanda həkim işləmiş Faiq Nağıyevə veririk. Buyurun Faiq müəllim. Təbrik edirəm. Uzun ömür, can sağlığı arzu edirəm ki, qəlbinizdə həmişə nur, işıq satsın. Onu da insanlara ötürə bilirsiniz. Ürəkdən təbrik edirəm. Çox sağ olun, çox sağ olun. İndi isə sözü Azərbaycan jurnalının redaktoru şairə Nəcibə İlkinə veririk. Gəlməyibdir. Üzrlü hesab Cəmil Asanoğlu gəlib tədbir bölgəsində tədbirimizdə çıxış etmək üçün gələn dəyərli usta qəzəlxan şairimiz Kərəm Salahoğlu'na veririk. Buyurun Kərəm oğlu. Teşekkür ederim. Yaxşı deyil buradan. Yox, orada yaxşı. Gülnarə xanım, ilk əvvəl sizi təbrik edirəm. Bax, neçə belə uğurlarında şahidlik edən. Gülnarə xanım həqiqətən sözün həqqi mənasında səmimi şairdir.
Şeir var ki orada samimiyet olmur, düzdür. Daha güzel fikirler olur. Ama ilk gündən mənim elə bir ki, Facebook dostum kimi, həm də onu deyim ki, 15'e qədər mənim şeirimi, qəzəlimi qiraət edeyim. Bax, buna görə mən sizə təşəkkür edirəm və uğurlar arzulayıram. Sözün həqiqi mənasında şairəsiniz. Allah sizin uğurlarınızı bol eləsin və möhkəm can sağlığı versin. Alqışlayıram sizi. Dil sözü Gülnare xanımın bacısı 170 nömrəli məktəbin müəlliməsi Rüsalə xanım İsayevaya verilir. Buyurun. Çox sağ olun, təşəkkür edirəm mənə söz verdiyinizə görə və burada əyləşən bütün qonaqlarımıza özlərinin salamını yetirirəm, xoş gəliblər. Yəni bizimlə bu gün mənim bacımın şad günündə, yəni bizlərlə bir aradadırlarsa, nə xoş bizə. Çox sevindim. Yəni həqiqətən sizlərlə bir arada olmaq, yəni sizlərlə bir balaca, yəni kabinet də olsa, yığıncaq da olsa, burada əyləşmək bizə bir, yəni çox gözəl bir təəssürat yaşatdı. Hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm, var olasınız. Və qısa olaraq öz bacım haqqında da, yəni bacım biz ailədə 5 uşaq olmuşuq, yəni bizdən fərqli, yəni dördümüz demək olar ki, başqa sahəyə üzrəyik, yəni biz riyaziyyatçılar ailəsi deyə bilərik. Amma bacım tam fərqli, yəni uşaqlıqdan bu poeziya əhlinə, yəni poeziyaya üstünlük verirdi. Yəni çəkilərdi bir künclərə, orada öz qələmini götürüb gizlicə də olsa bir şeirlərini yazardı və sonra o şeirlərini zümzümə eləyərdi. Və beləliklə də, yəni o alim texnikuma qəbul oldu. Orada da buna belə şərait yaratmışdılar, amma ki, nəzərsə alınmadı. Yəni ki, həmişə o istəmişdi ki, yəni gözəl insanların əhatəsində olsun, yaradıcı insanların əhatəsində olsun. Yəni öz ürəyindən keçən sözlərini qələminlə çatdıra bilsin. Yəni çox şadam ki, bugünkü gündə yəni ona nail oldu. Təbrik edirəm bacımın. Yəni bu axırıncı olsun, daima gəlsin. Yəni biz də bir bacı kimi sevinək. Düzdür, mən sizlərin yanında həyəcanlandım. Çünki gözəl belə insanların əhatəsində həqiqətən də danışmaq mənə çox çətin idi. Səhərdən özümdə o cəsarəti topluyordum ki, yəni ki, belə gözəl insanların əhatəsində danışmaq elə özü bir imtahandır. Yəni, uzun illərdir, düzdür, 30 ildir mən müəllimə işləyirəmsə də, mənim sahəm tam fərqli. Yəni, burada sizlərin o çıxışlarınızdan sonra mənə həqiqətən ruh gəldi. Yəni ki, sizin o gözəl sözləriniz elə bir ki, mənə özümdə cəsarət topladım ki, yəni də mən də qısa da olsa öz ürək sözlərimi deyim. Yenə bir daha hamınıza özlərin təşəkkürümü bildirirəm ki, yəni bizləri tək qoymamısınız. Bu günlər mənim bacımın, yəni yaradıcı günündə bizlərlə bir arada olduğunuza görə hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Söhbət poeziyadan gedirsə, poeziya əlbəttə ki, poeziya olan yerdə musiqi də mütləq olmalıdır. Şair xanımımız əsasən Gədəbəydən, Gədəbəy zonasından da bilirik ki, saz söz ustası, yəni Gədəbəydə daha çoxdur. Ona görə də indi sözü saza vermək istəyirik. Bizim Zəhra qızımız, Zəhra Qarabağlı bir musiqi ilə bizi sevindirəcək. Biz Qarabağlılar da deməli sazımız ola bilir. Kadar
Öyle her şey olur. Sağ olun. Qarabağlılar da belki çala bilirmiş. Sən ki, mən bu şeiri bu cür gözəl səsləndirdin, bir daha sənə təşəkkür edirəm. Sözü şair, bədii qiraətçi, hərbi pedaqoq, Azərbaycan Respublikası Vətən Müharibəsi veteranı Cəbrayıl Qəmbərə verir. Buyurun Cəbrayıl bəy. Var. Məndən öncə ustadlar öz sözlərini dedilər. Birbaşa şeiri ona görə keçmək istəyirəm ki, reglamenti pozmayın və vaxtı da əlinizdən almayın. Və fürsətdən istifadə edib həm bu Səbail rayonu mərkəzləşmiş, əgər adını düz deyirəmsə, kitabxana sistemi, mərkəzi kitabxana sistemi, buranın həm rəhbərliyi, həm də aparıcı xanım və rəhbərliyi əvəz edən şəxsləri və mənə bu vərəqə çıxartmaqda kömək edən inzibatçı xanımlara və digər yoldaşlarım hamısına, bütün kollektivin hamısına təşəkkür edirəm ki, bu cür qəşəng, işıqlı, çünki mən həmişə olduğum məkanın rəngindən tutmuş düzülüşünə qədər fikir verirəm ki, orada mənə xoş aura yaransın. Ona görə bu auranı belə bəxş etmişsiniz, minnətdaram. Xanım da düz seçib buranı, bundan sonra da burada olmaq xoşdur bizə. Belə ki, dostlar, xanım bir şeir yazır. Sevə-sevə ölür. Niyə? Və görək o burada nə deyir? Ürək sevgi xəritəsi daxil. Onunla mən bu dünyanı ölçürəm. Sevsən də, lap sevməsən də sevgilim. Axı səni sevə-sevə ölürəm. Günəş olub, könlümə nur saçırsan, səhərləri gözlərində açırsan. Ürəyimdən çıxıb hara qaçırsan, axı səni sevə-sevə ölürəm. Hardan düşdün ürəyimə köz kimi, durmadın sən sözlərində söz kimi, səni sevdim iki görən göz kimi, axı səni sevə-sevə ölürəm. Boynum eşqin qılıncında üzüldü, göz yaşlarım kirpiyimə düzüldü. İnanmırdım sevgi belə zülümdür, axı səni sevə-sevə ölürəm. Axı səni sevə-sevə ölürəm. Ölməyək, yaşayaq və yazaq. Sağ olun dostlar, təşəkkür edirəm sizə. Sağ olun, təşəkkür edirəm. İndi isə sözü tədbirin təşkilatçısı Gülnarə xanımın kitab təqdimatına bizə yaxından kömək edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Şairə xanım Səidə Əşrəf qızına verir. Buyurun Səidə xanım. Çox sağ olun, hər birinizə salamlayıram. Mənə söz verdiyi üçün təşəkkür edirəm. Mən Gülnarə xanıma yaradıcılıq olaraq buyuram. Öz sözlərimi sizlərlə demişəm, ona görə çox danışmaq istəyirəm. Gülnarə xanım həmişə o söz evlərdə olan. Sizin bir dönüş şeirinizdə ifa eləmək istəyirəm. Özünüz yazdığınız, öz vətəninizə ait yurt həsrəti. Tez-tez Gədəbəyi yada salaraq, yanıb yaxılıram, uşağam deyə. Tənha dolanıram, yalqız qalıram, özümü üşüdən sazağam deyə. Hərdən də göynəyir burnumun ucu, təsəlli tapmağa güman da olmur. Mən mi çox acizəm, zaman mı qoçur, ahıma qarışılır, aman da olmur. Yersiz qalıbdır ayaq izlərim, oradan uşaqlığım uzaq düşübdür. Şirin gülüşlərim, şirin sözlərim, elə bil bu yurtdan qaçaq düşübdür. Taliyin hökmünü dəyişmək çətin, bir də qayıdarmı ötən günlərim? Nədanım, zamanla bölüşmək olmur, ömrümdə dil açmaz itən günlərim. Çox sağ olun. İndi isə sözü dəyərli ustad şairimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü 15 kitabın müəllifi Ziyadxan Budağa veririk. Buyurun Ziyadxan müəllim. Hamınızı salamlayıram. Bədii sözün işığında, gönül dünyasının təntənəsində xoş gördük. Mən nə ədəbiyyatşünas deyiləm, nə tənqidçi deyiləm. Hamınız kimi qələm dostumuzun sevinç anlarına, sevinç gününə gəlmişəm. Ədəbiyyatşünas və tənqidçi olmadığım üçün onun yaradıcılığına təhlil etmək fikrindən də uzaram. Sadəcə indi hər birimizin əlində bir gözəl fürsət var ki,
internet səhifələrində işıq üzü görən bu və ya digər şeirləri oxuyaq, ona münasibət bildirək. İndiyə kimi mən də Gülnarə xanımın şeirlərini internet səhifələrindən oxumuşam və ona münasibətimi bildirmişəm. Bəzən sadəcə bəyənmə işarəsi, hərdən də internetin bizə verdiyi imkanlardan istifadə edərək bircə cümlə ilə yazmışam. Amma bu bir dəvət alanda düşündüm ki, Gülnarə xanımın yaradıcılığını dərindən bilməsəm oraya getmək mənim üçün qəbahət olur. Buna görə də internet səhifələrində bu xanımın yaradıcılığını bir qədər vərəqlədim. Çoxlu sayda şeirlərini oxudum. Vaxtilə mənim özümün də bəyənmə işarəsi qoyduğum şeirləri təkrar bir də oxudum. Sonra bir oxucu prizmasından yanaşaraq Gülnarə xanımın yaradıcılığında bir üslub ortaya çıxartdım. Mən bilmirəm, onun kitabını oxumamışam. Bilmirəm, onun yaradıcılıq üslubu necədir. Burada qüdrətli qələm adamları əyləşdilər. Hamı yaxşı bilir ki, hər bir yazarın özünün bir üslubu olur, bir dəst xətti olur. Mən bu xanımın dəst xəttini bilmədim. Amma məni cəlb eləyən, oxucu kimi cəlb eləyən, həvəsləndirən bir qism şeirləri mənə onun haqqında söz demək imkanı verdi. Gülnarə xanımın qoşmaları da çoxdur və çox maraqlıdır. 8'lik heyzada yazılmış 4 və yaxud 5 bənddən ibarət şeirləri də çoxdur. Çox maraqlıdır ki, o 4-5 bəndlik şeirləri süjet xətti ilə ölçülən şeirlərdir. Burada bir oxucu kimi məni cəlb edən hallar nə oldu? Misralar arasındakı əlaqələr, bəndlər arasındakı rabitə və nəhayət məntiqi ardıcıllıq, əvvəldən axıra gedən ardıcıllıq. Bununla da şairin nə demək istədiyi oxucuya tezcə məlum olur. Belə bir şeirini əzbərlədim. Çəkib gedir məni xəyal, gözlərində neçə sual, yaman üzür məni bu hal, səni düşünə-düşünə. Həsrətimə yar oluram, niskilimə dar oluram, təzə yağmış qar oluram, səni düşünə-düşünə. Təkliyimə qarışıram, möhnətimlə barışıram, sənsizliklə danışıram, səni düşünə-düşünə. Xəyal necə dərin olur, arzusu da şirin olur. Könlüm sənin yerin olur, səni düşünə-düşünə. Bu Gülnarə xanımın şeiridir. Çox sevərək əzbərlədim. Və bir oxucu kimi, bir qələm dostu kimi çox arzulayaram ki, elə bu cür lakonik şeirlər yazmağını davam elətdirməklə elə yaradıcılıq üslubu bu 8'lik üstündə gedən bir hala çevrilsin. Belə də gözləyirəm. Hər necə olarsa, təbii ki, nə oxucu, nə tənqidçi, nə ədəbiyyatşünas, nə qələm dostu, yazar adama heç vaxt istiqamət verə bilməz ki, üslubunu bu cür, dəst xəstini bu cür müəyyən edilməz. Biz deyə bilmərik. Sadəcə mənim dediklərim bir arzu idi. Oxucu arzusu idi ki, kaş elə üslubu belə davam edəydi. Amma hər necə olarsa, necə davam edərsə, Gülnarə xanıma yaradıcılığında uğurlar arzulayıram. Arzu edirəm ki, həmişə gözəl şeirləri ilə oxucuların qəlbinə yol tapsın, beləcə bizləri sevindirsin, sonra da bizi öz söz işığına cəmləşdirsin. Diqqətinizə görə sağ olun. Elnurə xanıma vermək istəyir. Buyurun Elnurə xanım. Söz verilmişdir. Həqiqətən mənim üçün çətindir bu qədər insanlara qarşı, yəni xarici yalan insanlara qarşısında söz demək. Hər birinizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, gəlmişsiniz, bacımın bu gündə iştirak edirsiniz. Mən də bacımı təbrik edirəm. Uğurları bol olsun, daimi yazsın, yaratsın və oxucular tərəfindən sevilsin. Təbrik edirəm. İndi isə sözü yenə musiqiyə verək. Zəhra Qarabağlı sizi dinləyək.
Mağarası ustası oldu. Öyle güzel olur. Çal olsun. Lezzet Koca kartalına gelirsen, koca kartalına gelirsen, dağlar koynunda koynunda, 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 koynunda. Ağlar gördüm bahtımı, ağlar gördüm bahtımı, ağlar da çalar koynunda, 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 koynunda. Neden geldin karanlık? Neden geldin karanlık? Yürüsün karanlıktır, karanlıktır, Yaşa. karanlıktır, karanlıktır. Şamamalar sararıktır, şamamalar sararıktır. Bağlar boynunda, 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 boynunda.
Uşaqlar qolunda Üzvü Prezident təqaüdçüsü Minbir Rübai Divanının müəllifi istedadlı şairimiz Rafael Laçınlıya verilir. Buyurun Rafael müəllim. Sədə xanım, təşəkkür edirəm dəvət elədiyi üçün tədbirə. Gözəl dostları gördüm. Gözəl kollektivimizi gördüm. Hamınızı təşəkkür edirəm. Elə, güzel. Deyir ki, şehir məclisində şehir deyərlər. Murov yoldur, qoy açılsın axar baxar yurdum. Gedim görüm necə gəlib bir bahar yurdum. Həkərini daşan görüm, bərgüşatı coşan görüm, birgə nəğmə qoşan görüm, gülsün növrağın yurdum. Səhər-səhər tutun yeyim, geçəsini tutun yeyim, baldırğan yor otun yeyim, olsun mübarı yurdum. Keçim oylu oğlağımdan, içim nollu bulağımdan, oxay deyim, qoy canımdan, çıxsın qubarı yurdum. Rafailəm top tək dolum, bulud olub buzla dolum, mərmi kimi yaxsın dolum, ölsün qəmxarı yurdum, gülsün növrağı yurdum. Eyvallah. Sağ ol. Sözü Surxay Məhəmmədoğluna vermək istəyirəm. Buyurun Surxay müəllim. Mən burada hər kəs salamlayıram, başda Qəşəm müəllim olmaqla. Bu da mənim üçün yad yoxdur. Yəni, hər biriniz doğulmazsınız, əzizsiniz. Hər biriniz mənim böyüklərimsiniz. Mən hər zaman demişəm, yenə də deyirəm, mən bu sənətin əlifbasına çatmışam. Yəni, bu sənətdə o qədər oxumaq, o qədər öyrənmək, o qədər belə məclislərdə olmaq lazımdır ki, birincisi ədəb-ərkan öyrənir. İkincisi, şair dindirəndə, söz veriləndə danışmalıdır, söz verilməyəndə danışmamalı. Bunu öyrənməlisən. Yəni, öz yerini bilməlisən. Və üçüncüsü də ki, çox oxumalısan. Çox oxumalısan ki, bu sənətdə nəyəsə nail olasan. Öz yolu tapasan. Buna görə də mən sizdən hər bir təşəkkür edirəm ki, gəlirsiniz və mən sizin hər birinizdən nəsə öyrənim. Günara xanımda biz Facebook'dan tanış olmuşduq. Amma şairlər ocağı, mənim üçün əziz olan bir ocaq. Təbii ki, Günara xanımın yaratdığı özü olmasa da, onun yaratdığı bir ocaq mənim üçün bir məktəb oldu. Çünki o məktəbin burada dəyərli nümayəndələri var. Başda ustadın Kərəm Sarıoğlu olmaqla, özü burada olmasa da, onun yerində olan bizim Yaman haqqında ustadın olmaqla, hər bir mənim üçün bir ustaddır, bir məktəbdir, bir müəllimdir. Mən onlardan çox öyrəndim. Ona görə də sənin mənim əllərini ötürəm. Qarşılıqla deyirəm ki, mənim Surxay müəllim olmağında sizin böyük olmuş. Çünki qələm tutmağı mən siz öyrətdiniz. Dediniz ki, olur, belə olmaz, belə olar, belə yazsan daha məsləhət. Ona görə sizə bir təşəkkür edirəm. Sizə də təşəkkür edirəm ki, mənim 2 dənə şeirimi qərayət edərsiniz. Yəni, eşq olsun sizə, Allah sizə razı olsun. Arzu edirəm ki, sizin bu şeiriniz, yaradıcılığınız, bu kitabınız axırıncı yox, axarıncı olsun, davamlı olsun. Çünki siz hər zaman zirvələrdə olmağa layiqsiniz. Sizin o qədər gözəl rəyiniz var ki, insanlardan təmanına güzmədən, qarşılıq güzmədən o insanlara faydalı olmağa çalışırsınız. Hər zaman belə sadə olasınız, hər zaman belə zirvələrdə olasınız, hər zaman da bizim kimi insanların qəlbində olasınız. Mən sizə bir böyük vazı kimi, bir ana kimi böyük hörmət edirəm. Çünki siz özünüz mənim üçün bir məktəbsiniz. Ona görə də sizin bir şeiriniz deyəcəm, düzdür mən böyüklərin qarşısında üzr istəyirəm. Qirayətində problem olarsa üzrü sayırsınız. Yer mənə sevməyi öyrət. Sevmək istəyirəm. Mən də sevmək. Nə olar sevməyi öyrət mənə də. Özgü qaynar eşqini hisslərimə ək. Çevir ömrümüzdə səsə, günə də. Sevilmək ayrıdır, sevmək ayrıdır.
istəmərəm bir şirin, istərəm bir şirin nağla dönüm. Eşqin göylərindən enmək ayrıdır, biraz dəriləşən ağla dönüm. Dünya qucağında yer versinlər. Dünya qucağında yer versin biraz, olum sevənlərin sırasında mən, çağlayan kür olum, kükrəyən araz, gözlə ürəyin arasında mən. Sən mənə sevməyi öyrədə bilsən, nə deyim, bəlkə də savaşdır bu da. Nə vaxtsa sən məni ikiyə bölsən, görərsən sevginə cavabdır bu da. Eşq olsun Sümeyizə, amma mən tamamən biraz kənara çıxacağım. Bizim dəyərli şairimiz Ziyadxan Bulağın mən tədbirində iştirak edə bilmədim. Özümdən asılı olmalı, çünki mən ona görə də onun qarşısında bir mənəvi borcum var. Onu istəyirəm, icazə versəyiz onu deyərəm. Ziyadxan müəllimin bir şeiri var, bu sevgili şeiri. Mən onu Facebook'dan götürdüm, onu mən əzbərlədim, amma çox dərslik edə bilmədim. Keçmək olmadı üzündən. Gen düşmədim sevənlərin izindən. Ha çalışdım, ayırmadı özündən bu sevgini başa düşmək çətindir. Həm Tanrıdır, həm Tanrıya bəndədir. Bu şamaldır, bir işıqlı yöndədir. Gah görürsən, hədəfindən gendədir. Bu sevgini başa düşmək çətindir. Yalan deyil eşqi Allah sanmağı, Kərəm kimi alışmağı, yanmağı. Yalan deyil dil bilməzi danmağı, bu sevgini başa düşmək çətindir. Qucaq açıb görüşünə gəlməsən, bir ürəyi iki yerə bölməsən, sevgi nədir anlamasan, bilməsən, bu sevgini başa düşmək çətindir. Keçilməzdir imtihanı, sınağı, dağ yüküdür məzəmməti qınağı. Kim olmasa dünyasının qonağı, bu sevgini başa düşmək çətindir. Oradan aldı, qura atdı ömrümü, köz eylədi, qora atdı ömrümü. Bir zülmətdən nura atdı ömrümü, bu sevgini başa düşmək çətindir. Bir gözəlin baxışında yol azdım, sevdasının naxışında yol azdım, taleyimin qarğışında yol azdım, bu sevgini başa düşmək çətindir. Bu sevgini başa düşmək çətindir. Sizin qarşında baş eyrəm, gözlər o qədər ürəyimi yaptı ki, əzbər bilirəm, həzandan vursun, eşq olsun, siz bir daha təbrik edirəm. Sağ olun. Şairimiz İldırım Elçoğlu'na verir. Buyurun İldırım Bey. Elçoğlu. Mən də ümumiyyətlə 50 il dərs dedim. Uşaq pedagojinin Lenin adını qırmızı diplom tutardım. İndi nə qədər fikirləşirəm, mən nələr demişəm, beynimdə bir dənə dərs qalmayıb. Balalarımın zanına, sevgili professorla buraxılış imtihanında dartışdıq, məndən 3 dəfə imtihan götürmüşdü, üstündə də 5 almış. Dartışdıq, çıxdım. Uşaqlar mənə başsağlığı verirsə, sağ qırmızı diplom düşməyəcək. Nəysə, professor çölə çıxanda getdi, gəldik, qolumdan tutdu. Dedim, o dedi, budur, mən dedim, professor, budur. Mənə apardı, dedi ki, onu əcdaha professor deyirlər. Dedilər ki, buna o qolundan tut, dedi, bu institutun əcdaha professoru, mənəm əcdaha tələbəsi bu oğlan. İndi həmən oğlanın başında bir dənə bilik qalmayıb. İnanırsınız. Bax, bu saat desəz falan şey nədir, inanmazsınız çox mən. Bu mənim qız balam deyim də buna. Bunun yaratıcılığını sevirəm, Allah onun canını sağ eləsin. Şeirlər səsləndirib bilmirəm, mənimkin səsləndirib, səsləndirməyib, orasını bilmirəm. Amma qəlbən onun şeirlərini sevdim, kitabına da baxdım. Ondan bir kitab oxuyacağım. Həyəcanlı olduğuma görə mən bağışlayayım, oxuyum onun şeirini. Mən ümumiyyətlə yaradıcılıqda gördüm ki, müxtəlif əsərlər var, sərbəst şeirlər var. Bir sərbəst şeirini oxumaq hoşuma gəldi. Yazı əyninə geyinib, gözəlləşdi çiçək-çiçək ağaçlar. Bax, bu cavan, bu ağbisək ağaçlar. Bu şeiri heç aşağı atan oxumasan, deyək ki, bu kitabdan ayrı şeir oxumasan, dərhal bilirsən ki, bu adam şairdir. Çünki burada o tapdığı poetik tapıntı
o Yerində. xanımın şair olduğunu sübut edir. Atam əriş ağacının çiçəyinin işığında namaz qılardı. Bu yaz atamı həyətimizdə görmədi çiçəklər. Atam payız yağışlarına qoşulub getmişdi. Çiçəklər ağacın təbəssümüdür. Ağaclar güləndə gözəl görünür. Yaxşı ki, bu yaz gəldi, adam bu çiçəkləri qoyub ölmək istəmir. Qoyub ölmək istəmir. Gözəl söyləyirsən. Sözü Əkinçi Xeyriyyə Cəmiyyətinin təsisçisi Şairə Qumru xanıma verilir. Buyurun Qumru xanım. Salamladım, indi hamıza salam verir, hamıza güzel olur. Azərbaycanımızın çox gözəl göstərisi olan Qarabağda. Bunda bizdə də igidlər, qanı töküldü, Doğan Qarabağda. Ana Azərbaycan dünyaya tanınan, Qarabağımızın hamısı çoxu salı gətirmişəm. Biz Qarabağın xanıcı. Ben bugün böyle Günları Xanımın heç nə ham şeirimin şeir beynin məhsuludur. Bir dənə halal, elə bilirəm ki, halal mal varsa o da bir kitabdır. Ona görə ki, hər kəsin bu öz beyninin məhsulu, öz təfəkkürünün məhsulu, öz qələminin məhsulu, öz çivrinin, mürəkkəbinin məhsuludur. Bu halal bir maldır, bölünməzdir, danılmazdır, bağışlanılmazdır, ölməzdir. Ölməzdir ona görə ki, hamı cismən dünyasını dəyişir, amma dünyada qalan, yaşayan ancaq ki, söz olur. Bir ildə, 10 ildə, 2 əsrdə, 3 əsrdə eralardan sözlər yaşayır, kitablar yaşayır. Bunu öz klasiklərimizdən də görmüşük. İncə kimi Nizami, Füzuli, Ömər bizdə yaşayırsa, onlar misallar gətirirsə, nəsə götürürsə, deməli söz yaşayır. Deməli, şairlər heç birisi ölməyəcəklər. Onlar əbədi bir həyatlarla həmişə yaşayacaqlar. Günları xanımın hər bir şeydən çox insanda ədəb yaxşıdır. Ədəb varsa, yenə də deyirəm, oxuyub alim olarsan, professor olarsan, 4 diplomun olar. Amma ki, o ədəbi qazanmaq, insanlığı qazanmaq, olmaq, insan olmaq, bu sırf insan özünə məxsus olan bir məhsuldur ki, o xanımlıq, o xatınlıq, o gözəllik, o ədəb, o etiqad bizim bu Günları xanımdadır. Eləcə də bunun kitabın vərəqlərici, elə bildirək ki, həyatı vərəqləyirsən. Birinci ana şeiri, ikinci yurt həsrəti, üçüncü şəhid fərdi, üçüncü Vüsala doğma. Bunlar hamısının həyatı bir məsələlərdir ki, Günları xanımına qəşəng inci ilə insanlığa da var ki, yazılır ki, söz arası. Bu da var, bunu da yazır. Buna göre de sana uğur olmasın. Sana hayatına güvenliğine olacak sağlar. Sana sevip sevilen ömür arzu ediyorum. Sen ölmez bir hanımsan. Şairlerin hiçbirisi ölmüyor. Neyse de siz ölmezliğini kazanmışsınız. Bizim şairler grubundan da çok büyük hürmetiniz var. Burada bazı yoldaşlar da olanlar da iştirak edenler de oldu, eylemeyenler de oldu. Üzüldü sebepten. Ama seni biz hamımız çok seviyoruz, sana çok büyük hürmetimiz var. Saadet Hanım'a da bu güzel projekte göre teşekkür ederim. Bu güzel, müqəddəs ocağını, rəhbər işçilərinə hamısına teşekkür edirəm. Bir ana kimi, bir hanım kimi hamıza teşekkür edirəm ki, kitab olan yer müqəddəs bir məkandır. Yine de gələnlərə teşekkür edirəm. Çok sağ olun. Azərbaycan Yazıçılar Birliyinin üzvü, değerli ustad şairimiz Saday Qazaxlıya verdik. Saday müəllim. Salam deyirəm. Günlərə xanım da bugünkü bu yaradıcılıq gecəsi münasibətilə təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. Günləri mənim yaradıcılığımla çox da uzun müddətdə tanış olmasam da onun səmimi ürəkdən gələn yazdığı şeirləri və oxuduqca insanı istər-istəməz öz aləmində cəzb edir.
Yəni tanıdığım gündən mən Gülnara xanımın yaradıcılığına böyük hörmətim var. Və ona özümün də şəxsi böyük hörmətim var. Allah canını sağ eləsin. Bir daha bol uğurlar arzulayıram. Kitabınız da var, uğurlu olsun, xeyirli, davamlı olsun var. Ben çok isterdim ki bir özümün yazdığım bir şey, yani burada sərsən pis olmaz. Ocağın istisi közündə olur. Ne kadar yansa da yanı pis olmaz. Söz var ki kızıldan kıymetli olur. Söz var kalıp sirrin olsa pis olmaz. Mərdin sədaqəti ürəyindədir, igidin qüvvəti biləyindədir, evin bərəkəti çörəyindədir, birazca da şorun olsa pis olmaz. Demirəm aslan da kürəyim olsun, demirəm darvaza kürəyim olsun, demirəm qızıldan dirəyim olsun, biraz azıq varım olsa pis olmaz. Demək ki dövlətim həm varım olsun, çalış ki abırın həm arın olsun, demirəm dağ təki buqarın olsun, biraz azıq qarın olsa pis olmaz. Pəmbə bulut başın üstə tazındır, salxım söyüd, yırğalanan saçındır, bütün qızlar saday doğma bazındır, ancaq bir yarın olsa pis olmaz. Dünyası Yazıcılar Birliği'nin üzvü Hicran Əhmədovaya veririk. Buyurun Hicran. Təbrik edirəm sizi, uğurlar arzulayıram sizə və bütün şairlərə, dəyərli şairlərimizin hər birini salamlayıram. Burada mən dəyərli Qubut xanımı salamlayıram, hörmətli Qəşəm müəllimi salamlayıram və elə Gülnara xanımın öz sözüşünü öz tutaraq Ümid adlı şeirini səsləndirmək istəyirəm. Gördün pəncərəmi, döyür tənhalıq. O ayın yadına saldım özümü. Gördüm, üşüyürəm bu tənha axşam. Bir sözün oduna saldım özümü. Dünya çalxalanır, zaman titrəyir. Bu payız yarpaqlar yaman titrəyir. Gördüm ki içimdə şaman titrəyir. Bir simin oduna saldım özümü. Bu nədir? İçimdə qopur sevdalar. Bu göyçək sevdalar, çopur sevdalar. Gördüm ki arxamca çapır sevdalar. Bir kuş kanadına saldım özümü. Ürəyinizə sağlıq. Gülnara xanım, sözlərinizlə, öz sözlərimdən də bir balaca söyləmək istəyirəm. Sığa bilmirəm. Dayanıb tamaşa edirəm hər gün. Atılan daşları yığa bilmirəm. Qarışıb bu cahan nələr görürəm. Mən də bu dünyaya sığa bilmirəm. Bu dünya dərdini qula çevirir. İnsanlıq satılır, qula çevirir. Mərdin də yükünü çula çevirir. Mən də bu dünyaya sığa bilmirəm. Gözü nəm çəkənin yağışdan nə fərqi, nəcib olmayanın daşdan nə fərqi, dərdi belim bükənin yaşdan nə fərqi. Mən də bu dünyaya sığa bilmirəm. Günəş yerin alır, danın qədri yox, can pula satılır, canın qədri yox. Cəlladlar çoxalıb, qanın qədri yox. Mən də bu dünyaya sığa bilmirəm. Çox sağ olun. Diqqətinizə görə bir daha təbrik
təbrik edirəm. Əzizim Gülnara xanım. Sağ olun. Allah razı olsun. Sağ olun. Fatimə Məmməd qızına sözü veririk. Xoş gördük sizləri, hamınızı. Mən bu qələm yoldaşlarımızı sizin tədbirə dəvət elədiyiniz üçün öz adımdan da, ulan adımdan da çox təşəkkür edirəm. Özünüz həm gözəl xanım, həm gözəl insan, gözəl qəlbi olan, gözəl də yazar. Təbrik edirəm sizi. Sözü şairə xanım Şəhla Qarabağlıya veririk. Buyurun Şəhla xanım. Gülnara xanımı təbrik edirəm, uğurlar arzulayıram. Gözəl insan, səmimi xanım, gözəl dost. Allah sizi var eləsin. İcazə sizin şeirinizi könlümün məhəbbəti od ocağı nə qədər. Bir sevgidən sorağı var könlümün. Dört yanını bürüsə də qəm, kədər, şölələnən çırağı var könlümün. Sevib seçib gözəlliyə vurulur, bir ürəkdə taxtı tacı qurulur. Bulansa da axıb qurulur, billur gözlü bulağı var könlümün. Bir mələkdir bu dünyanın gözündə, öz eşqindən qüdrət tapır özündə. Bədirlənib ay doğub bürüzündə, ağ bulutdan dulağı var könlümün. Bu dünyaya nəqş eləyib eşqini, bir gözələ bəxş eləyib eşqini, bir can verib şəxs eləyib eşqini. İlahidən qonağı var könlümün, ilahidən qonağı var könlümün. Xanım Zərifə Zərdinə veririk. Buyurun Zərifə xanım. Güncə hər kəs burada salamlayıram. Mən Gülnara xanımın yaradıcılığına hələ doğmamışdan öncə onun xanımlığına aşiqəm. Onun yol yoldaşlığına aşiqəm. Çox gözəl yol yoldaşlığı var. Yəni bilirsiniz ki, bilənlər bilir, bilməyənlər də bilir ki, bir neçə gün öncə, yəni ayın 12-si biz İsmaillər rayonunda tədbirdə olduq. Orada mərhum şairimiz Musa Yaqubun məzarını ziyarət etdik, orada şəkillər çəkdirdik, xatirələrimizi danışdıq, Allah rəhmət eləsin. Və biz yol yoldaşı olarkən, o tədbirdə olarkən, orada mən bir şey kəşf elədim. Gülnara xanım həm gözəl yoldaş, həm gözəl qələm yazar, həm gözəl qiraətçi, həm də gözəl insani keyfiyyətlərə malik bir xanımdır. Mən çox sevinirəm ki, belə bir insanı tanıdım. Və mən çox sevinirəm ki, sizlərin əhatəsində mən bir çox insanları kəşf eləmiş oldum. Kitab yazmaq asandır, nə var ki? Yəni, amma insan kimi insan olmaq, insan kimi insanlığa dəyər vermək, insan kimi özünü tanıtmaq, sevdirmək, bu hər adamın bacardığı bir iş deyil. Və bunu Gülnara xanım çox gözəl bacarır. Mən arzulayıram ki, bu kitab birinci yox, bir neçənci olsun, axarıncı olsun. Uğurlar arzulayıram canım. Aygün Hüseynə veririk. Buyurun Aygün xanım. Ben bugün güzel bir tədbirə dəvət almışam. Dəvət aldığıma görə də çox şadam Gülnara xanımı. Bizim burada əziz dostlarımı görürəm, şairlərimizi, elm adamlarını, öz sözünü, hər bir sahədə deyən adamları görürəm. Çox sevindirici halda, belə istidə, belə havada, bugün bu təqdimatda uzaqdan, yaxından gələn dostlarımız var. Çox sözlər deyildi Gülnara xanıma, yəni ilk öncə hamı danışdı, bizlərə o qədər də söz qalmadı. Amma bir işi də vurğulamaq istəyirəm ki, həqiqətən də deyirlər, dostu necə deyil, yolda tanıyarlar. Bu yaxınlarda 4-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı oldu. Biz Gülnara xanımla kitab imza günümüzdür. Mən çox şad oldum ki, Gülnara xanımla kitab təqdimatına biraz da yaxından tanış oldu. Baxmayaraq bir çox tədbirlərdə görüşürdük, amma bu ani görüşdü. Amma orada həqiqətən onun xanımın söylədiyi kimi səmimiyyəti, xanımlığı, ucalığı, dostluğu, öz sözünü, yəni hərəkəti ilə, əqidəsi ilə, davranışına bildirmiş oldu. Və mən nə arzulaya bilərəm, bu axırıncı yox, axarıncı olsun. Qiraət deyir, bəzi doğrudan da mən söz yaxşı deyirəm, onu bir çox qiraət etdiyini sonradan baxdım, öyrəndim, rəydə yazıram.
İnşallah yəqin bizim şeylərimizdən də dirayət edər. Kitaba gəldikcə mən həmişə şairin ən öncə kitabda, yəni kitabın üzündə verdiyi o addır ki, mənə sevməyi öyrət. Həqiqətən bu şairin nəyə qadir olmasını heç tanımasaq da onu bürüzə vermiş olur. Həm də hiss olunur ki, şair çox dərdli, təsərli. Mən Gədəbəy bildim, Gədəbəydə mən olmuşam. Çox insanları, özləri çox gözəl bir insanları var. Amma o da yurt həsrəti, yəni başa düşmədim niyə yurt həsrəti? Çünki Gədəbəy özümüzündir. Mən orada bir-iki dəfə getmişəm, görmüşəm, çox gözəl insanları var. Sonra ana haqqında şeiri, yəni oxumayacağım. Sonra Ürək daş deyir ki, çox gözəl bir şeirdir. Mən istərdim, burada bir bayatıları da gördüm. Bir bayatını ben oxumaq istəyirəm, çox maraqlıdır. Deyir, əzinlə tama bax, bütova bax, tama bax. Vətəndə doygur olur, ağzındakı tama bax. Həqiqətini mən bəzilər oxumuram. Çox gözəl bir kitabdır. Mən istəyərdim ki, o axırıncı yox, axarıncı olsun. Bizim hörmətli, dəyərli burada, Qəşən müəllim də burada əyləşib, onu da doğrudan ön sözlərini dinlədik. Və inanır ki, Yazıçılar Birliğinə inşallah ki, üzv olanda gözəl bir təqdimat o Yazıçılar Birliğində böyük bir təmtaraqla sizi təbrik edərək bax beləcə bərabər olarıq. Təbrik edərək. Uğurlarınız bol olsun. Mənim uğurum əgər sizlərindirsə də, dostlarımızın da uğuru bizləridir. Gəlin öz-özümüzdə alqışlayaq. Sərdən bu havadadır neçə saatdır Gülnara xanımın yaradıcılığında bax beləcə əyləşmişik. Dinləyirsə, bu özü də Gülnara xanıma olan bir hörmətdir, səmimiyyətdir. Təşəkkür edirəm dinlədiyinizə. Burada bütün işləyəcəyəm, tərtibə işləyəcəyəm, dostları, insan insanları alqışlayıram. Xoş gəlmişsiniz hər biriniz, bugün gözəl şairəmiz Gülnara xanımın yaradıcılıq günüdür. Həqiqətən də neçə vaxt Gülnara xanımın bu günün gözüdür. Şükür bu günə ki, Gülnara xanım ilk adımı atdınız. İnşallah ki, bundan sonra da gözəl uşaqlarınızın sayı, təqdimatı keçirlər. Sizi bir daha təbrik edirəm. Allah Teala hər zaman sizi zehn açılığı versin, yazın, yaradın. İstəyirəm sizin şeirinizi bir söyləyim, icazənizlə icazə versəniz. Bilmək istəyənlər, gör nələr baş verir bu can evində, bu sultan evində, bu xan evində. Qırğın qiyamətdir bu qan evində, bilmək istəyənlər qoy məni görsün. Sürünmüş dizlərin yarası göynər, könlümün bölünmüş parası göynər. Sevməyən nə bilər harası göynər, bilmək istəyənlər qoy məni görsün. Dünyanı qarsayır içimin ahı, yaman üstələyib axşam sabahı. Sevən ürəklərin varmı günahı, bilmək istəyənlər qoy məni görsün. Axıtsam dərdimi bərə çəkərmi, selə qucaq açsam dərə çəkərmi, qəzəbsiz ürəklər nərə çəkərmi, bilmək istəyənlər qoy məni görsün. Kim bilir ilk ağrı, son əzab nədir, özümlə çəkdiyim haqq hesab nədir, kim bilir bağlanan bu kitab nədir, bilmək istəyənlər qoy məni görsün. Bilmək istəyənlər qoy məni görsün. Təbrik edirəm. Görüşün. Çox gözəl, qayət etdiniz. Səidə xanıma da belə təşəkkür edirəm ki, çox sağ olsun, mənim bu tədbirə dəvət elədi. Allah var eləsin sizləri. Həqiqətən də sazın səsi gələndə biz bir Azərbaycanlı olaraq həqiqətən mənim özüm çox sevirəm. Sizin də şeirlərinizi mən gözdən keçirim, hər biri saza kökləndi. Allah var eləsin. Mən də istərdim, mümkünsə, sizə yenə də uğurlar, müvəffəqiyyətlər. Mən belə də yenə də gələcəkdə belə bir kitab təqdim arkadaşlar. Gözəl olmalı qız və təsadüfdən tanısınız. Düyməni köynəyə düzməyinə bax, qolların havada süzməyinə bax, şairin bu hala dözməyinə bax, ilahi
ne güzel oynayır bu kız. İlahi ne güzel oynayır bu kız. Vallahi güzellikte bir peri tektir. Onun güzelliği etek etektir. Bir su sonasıdır ya bir melektir. İlahi ne güzel oynayır bu kız. İlahi ne güzel oynayır bu kız. Onun qollarına iner dağ indi. Baxdım necə qalmaxı sağ indi. Elə bir göylərə uçacaq indi. İlahi ne güzel oynayır bu kız. İlahi ne güzel oynayır bu kız. Beynəlxalq səfir, BMT-nin Kurs Maritim Şüur Akademiyasının Azərbaycanda Mükafat Komitəsinin sədri Elsar Gülməmmədova. Ziyadxan Budaq deyir ki, ay oxucum, ayaq saxla. Gəl mehir sat, ülfət bağla. Bu kitabı aç varaqla, səbrini bax, oxunurlar. Nağıl deyil, dastandır bu. Var gətirmiş bostandır bu. Dostluqdandır, dostandır bu. Bəli, dostluqdandır, dostandır bu. Bugün gözəl bir xanımın tədbirinə yığışmışıq. Mən ilk növbədə Qumru xanım sizi salamlayıram. Şəhidlərin əziz xatirəsinə bir sətir şeir demək istəyirəm. Qoy əbədi eşq olsun, ölməz qəhrəmanlara, bu ellərin yolunda canını qoyanlara, igidlərə, ərlərə, ölməz hünərvərlərə eşq olsun. Zaman gəlib ötüşür, onların üzlərindən qəribədir bu cahan. Ötər bahar, ötər qış, yada salın. Bu hörmət, bu ehtiram ən müqəddəs diləkdir. Bu hörmət, bu ehtiram ölülərdən daha çox dillərə gərəkdir. Qoy əbədi eşq olsun, ölməz qəhrəmanlara. Bəli, Gülnarə xanım, indi sizin kitabınız haqqında. Mənə bir ürək göndər. Mənə bir ürək göndər, içimdə kin olmasın. Kölgəsi cahan boyda, sevgisi kəm olmasın. Mənə bir ürək göndər, gökyüzünü dolansın, ulduzlar sinəsindən asimana yol alsın. Mənə bir ürək göndər. Olsa da bax balaca, içi mərhəmət dolu, həm sehirli tapmaca. Mənə bir ürək göndər. Poladdan daha möhkəm əyilməsin heç kəsə, qürurlu, həm də ötkəm. Mənə bir ürək göndər. Dünyanı hür götürsün, hop götürsün. Dərdimi külək kimi yerdən göyə üfürsün. Mənə bir ürək göndər. Yarı günəş, yarı ay, sarılsın ayrılmasın. Eşqi qəlbə olsun pay. Mənə bir ürək göndər. Olsun əl çatmaz ulduz. Onu fərq etmək üçün çalışın gecə gündüz. Zülfiyə İsmailova 98-ci ildən 14-cü ilə qədər hərbi yolu keçmiş xanım, Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşıdır. Xahiş edirəm, tədbirə mane olmaq istəmirəm, şəhidlərin ruhunu bir anlığa edirəm. O yerdə olmalı. Sağ olun. Allah rəhmət eylesin. Siz məni bağışlayın. Mane olmaq istəmədim, ancaq mən onu eləməliydim. Mən hərbi yolu keçmiş, əsir dəyişmiş bir xanımım. Gülnarə xanım, sizi salamlayıram əziz. Qadın üçün yaratmaq asan deyil. Evdən elə getmək asan deyil. Mən sizin həyat yolunuzu dinlədim. Həqiqətən də içimdə sizə qarşı bir ayrı təəssürat yarandı. Çünki qadın elə bir məxluqdur ki, onu
yazıb yaratmağı çox çətin əmələ gəlir. Ailə məişətləri, evlad, müəyyən problemlər, bəli, hə, eldən elə köçmək ancaq çox çətin problemdir. Sizin həyat yolunuzda mən dinlədim ki, Rusiya getmişsiniz, qayıtmışsınız, 3 dənə uşaqla Rusiya gedib qayıtmaq həqiqətən də çətin işdir. Rusiyada olmuşuq da, ora getmişik də, gəlmişik də, həqiqətən dolanmaq da çətindir, yazıb yaratmaq da çətindir. Ona görə də gecikmişəm. Yox, çox gözəl, yox, vərəqladım sizin bu kitabınızı, çox gözəl yazmışsınız. Siz o çətinliyin içindən özünüzə hansısa bir vaxt ayırıb bu sözləri özünüzdə təsəvvür elə yazıb yaratmışsınızsa, sizə bir dənə neçə nətəri tərifləmə medalı düşür. Həqiqətən də deyirəm mən sizə. Siz dağlar qoynunda boya başa çatmış, o saf sulardan içmiş, o gülləri qoxumuş bir xanımsınız. Getmişsiniz Rusiyada, gözünüz bulaq axtarıb, gözünüz dağ axtarıb ki, nəyəsə qoşun bir kəlmə yazım, ürəyim sakitləşsin. Yəni, heç kimsəsiz yerdə qəriblikdə çətin məsələdir bu. Mən burada sizin Tənha Çiçək şeirinizi gördüm. Tənha Çiçək şeirini mən bilirəm siz nəyə görə yazmışsınız. Siz getmişsiniz Rusiyada, baxmışsınız o tərəfə, bu tərəfə, ya dağ görmüşsünüz, ya çiçək görmüşsünüz. Hansısa bir qapıya çıxanda bir çiçək görmüşsünüz, başlamışsınız onunla danışmağa. Yəni, deyir ki, Hər onu Tənha Çiçəyə özünü bəzətmişəm. Hə, Tənha Çiçəyə siz özünüzü bəzətmişsiniz. Burada deyir ki, Tənha Çiçək, Gülüstanın yoxmu sənin? Sən ki, belə təklənmişsən, dərdin sərin yox, çoxmu sənin? Yoxsa elə təkliyinlə dörd yanımı bir Gülüstan eləmişsən. Bəh, öz varlığımı bir dastan eləmişəm. Yəni, siz o çiçəyə belə, çiçəklə söhbət eləyə varlığınızı dastana çevirmişsiniz. Salamlayıram yenə, uğurlarım böyük olsun, ardıcıl olsun, axarına baxın. Güzel bayramınız var, güzel yazırsınız, güzel teminiz var, şahane ki değil. Güzel yorumsunuz. Ben söz uzatmayacağım, şiirle diyeceğim, güzel istəyirəm. Değerli şairlerden. El qədrini özün kimi biləsən. İnsanoğlu arın olsa nə gözəl. Əməllərin köhrə verə, göyərə, budağında barın olsa, nə gözəl. Qanmaq bəsdir, çox düşünmə dərindən, dərin bilmək ağlı alar yerindən, güdriyənin yapışmağa əlindən, biraz canı varın olsa, nə gözəl. Sözlərinə layiq olub özüm də, ucalasan el obanın gözündə. Olu ömrün 50, 60, yüzündə, saçlarında qarın olsa. Nə gözəl. Bu ilk ömür, bu son ömür, nə var bilməyə. Ay xeymanım, doğulmuşuq ölməyə. Bu ömrü paylaşmağa, bölməyə, qədir bilən dostum olsa, yarım olsa, nə gözəl. Çox şükür ki, bu günlər dostlar, yarlar, yəni ətraflar ortamdadır, yerdədir. Və birdən də bir şeir demək istəyirəm, icazənizlə. Ürəyimi qırdın hər gün. Gündə səni bağışladım. Allah səni bağışlasın, mən də səni bağışladım. Kipriyimi nəm eylədin, sevincimi kəm eylədin. Hər anımı qəm eylədin, qəmdə səni bağışladım. Gör neçə il gel olmuşsan, daha qəlbim məllətən olmuşsan, daha saçı dən olmuşsan, bəndə səni bağışladım.
Şükür et ki varsan, varam. Elə belə bəxtiyaram. Ki, xəqani, günahkaram, mən də səni bağışlarım. Mən də səni bağışlarım. Vallahi, bir vaxt bilgiləm, qələmin üstü olsun. Çox sağ olun. Bazını təbrik edirəm. Axırınızı yox, axırınızı olsun. Hər birinizə minnətdarım. Təşəkkür edirəm. Həqiqətən də bir çox müsbət enerji. Hər birinizə təşəkkür edirəm. Çox möhtəşəm. Sağ olun. Salam olsun herkese. Çok şadam ki bugün bu güzel tedbiri her birimiz burada ışıklandırırız. Güzel bacımızın bugün yanındayız. Eşq olsun bir daha öz adından deyirəm. Məclisin əvvəli, axırı olmur. Oturmağın da orası olur. Eşq olsun. Əsas odur ürəyimiz buradadır. Əsas odur ki biz evimizdən çıxanda hansı fikirlə kimin tədbirinə gedirik. Məsələ odur. Ona görə mən bura gəlməyimdən fəxr hissi duyuram və sizin bu qan qohumlarınızın, həyat yoldaşının, balalarınızın, insanlarınızın arasında özümü görməyə çox şadam bu dostlarımla bir yerdə. Eşq olsun, axarlı, baxarlı olsun, uğurlar diləyirəm sənin qəlbdən. Eşq olsun Azərbaycanımıza, eşq olsun vətənimizə. Belə səviyyəli insanların dəvəti olunur və təbrik edirəm bölgəsini. Uğurlar olsun. Çox sağ olun, gəldiyinizə görə. Sağ olun. Belə bu. Onda mən belə deyəcəm. Yadına sal o günlərin oduna yanam mən olmuşam. Həsrətini çox çəkmişəm. Təkis olan mən olmuşam. Bilməm nə oldu yenə, nə sözün deyil sənə. Bilmirəm yenə, ah darıxıram, darıxıram, darıxıram yar sənsiz yenə. Gəl şimdi gülşünü, ey sanıram, sanıram ya da mən necə dözüm, ay sevgilim, mən bu dünyada, mən bu hicran, darıxıram, darıxıram, darıxıram ya sənsiz yenə. Darıxıram, darıxıram, darıxıram ya sənsiz yenə. Axtarmaya gəzirəm sirdaşlarımı, gəzirəm ay, ömrümün bahar kimiyəm. İstəsən sevgilim göz yaşlarımı, ay düzərəm boynuna, mirvar kimiyəm. Ay nəbiyəm bir dağım, başı qarlıyam, demək ki zirvəndəki o duman nədir? Ay bütün varlardan daha varlıyam. Dövləti məhəbbət, varım sevgidir. Aman 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 aman.